Elon Musk'ın 800, Jeff Bezos'un 300 milyar sərvəti var. Bu o deməkdirmi ki, onların bu qədər pulu var? Təbii ki, xeyr. Burada sözü keçən xalis sərvət aktivdən öhdəliyə çıxanda qalan məbləğdir. Məsələn, 100 minə mənzil almısınız, 80-ni bank verib. 100-dən 80-i çıxanda geri qalan 20 sizin xalis sərvətinizdir. Şirkətlər tərəfdən baxsaq, səhmin bir dənəsinin bazar qiyməti vurulur ümumi saya, şəxsin borcları çıxılır, qalan məbləğ onun sərvətidir. Təəssüf ki, bəzən bu rəqəm manipulativ olaraq çox yuxarı görünə bilər. Yəni, bir şirkət insanlara nə qədər çox ümid vəd eləyirsə, doğrudur, yanlışdır, araşdırmaq lazımdır. Ümid vəd eləyirsə və ya mediada adı müsbətə hallanırsa, insanlar yəqin bu şirkətin gələcəyi var deyib, çox ümid bəsləyib, səhmini almağa can atırlar və nəticədə tələb təklifdən asılı olaraq səhmin qiyməti qalxır. Həmən şəxs də səhmin qiyməti qalxdığı üçün öz sərvətini artırır. Birdən şəxs qərar versə ki, mən bu 800 milyardın hamısını pula çevirmək istəyirəm. Mümkündürmü? Texnik olaraq hə, amma bəzi nüanslar var. İnsanlarda şübhə yaranır. Görəsən Elon Musk niyə səhmləri satmağa qərar verdi? Görəsən nəsə pis bir hadisə mi baş verdi? Bu məntiqlə qiymətlər bəlkə də 800-dən bir anda 100 milyarda qədər də düşə bilər. Ona görə də səsləndirilən net worth qətiyyən birbaşa nəqd pul kimi başa düşülməməlidir. Daşınmaz əmlak ola bilər, qiymətli kağız ola bilər və sair bu formada bölünə bilər. Bu mövzuda əlavə hər hansısa bir sualınız olarsa, rəydə yazın, mümkün qədər hamısını izah eləməyə çalışacağım.